Bəzən bir insanın adı bir şəhərin tarixi ilə birləşir. Bəzən bir futbolçunun həyatı minlərlə insanın uşaqlığını, gəncliyini, xatirələrini yaddaşlarda yaşadır. Bu, sadəcə bir futbol hekayəsi deyil. Bu, Bakının küçələrindən doğan bir əfsanənin, sadə azarkeşin sevgisini, xalqın hörmətini qazanan Banışın, Anatoliy Banişevskinin həyat nağılıdır. O futbolu sadəcə oynayan yox, ona ruhunu verən biri idi və deyirdi: "Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, Bakını və Neftçini seçərdim." Bu video yalnız qolların, medalların deyil, həm də ağrının, sədaqətin və unudulmaz bir sevginin hekayəsidir. Hazırsınızsa, gəlin birlikdə Azərbaycan futbolunun ən sadiq əfsanəsini xatırlayaq. Mən ölüm. Dünyanın ən məşhur futbolisti kimdir? Banişevski. Anatoliy Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda Ukraynalı ailəsindən anadan olub. Uşaq futboluna Bakının Lokomotiv klubunda başlayıb. Razində, indiki Bakıxanov qəsəbəsində Lenin Komsomol adına stadionda Lokomotivlə Spartakın oyunu keçirilirdi. Neftçinin baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyuncuları seçirdilər. Lokomotiv 4-3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu. Banişevskinin böyük futbola sıçrayışı bax həmin oyundan başladı. 16 yaşında Neftçiyə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O peşəkar karyerası ərzində 1963-cü ildən 1978-ci ilədək yalnız Neftçi klubunda çıxış edib. Neftçinin 1966-cı ildə futbol üzrə SSR çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə Neftçi bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi. Gördün Banişevski'dir. Ya ona sordum yok. 21 noyabr 1965-ci il tarixində Braziliyanın möhtəşəm Maracana stadionuna toplaşmış 132 min azarkeş onun liyin qoluna şahidlik etdi. Məhz bu tarixdə Maracanada keçirilmiş Braziliya SSR oyununda Neftçinin yetirilməsi Anatoliy Banişevski başı ilə uzaq məsafədən vurduğu qolla adını tarixə yazdırdı. Oyunun 54-cü dəqiqəsində Pelenin vurduğu qola sevinən azarkeşlər cəmi 5 dəqiqə sonra sükuta qərq oldu. Qoldan sonra Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik etdi. Braziliyalıların yaddaşında Qızılbaş ləqəbi ilə qalan əfsanəvi futbolçu bu günə kimi də Maracana stadionunda qol vurmuş yeganə həmyerlimizdir. İkinci Yelizaveta şəxsən bu sözləri demişdi. Bakı Nefti SSR üçün necə 1972-ci ildə Almaniyada keçirilən Avropa birinciliyində finalda Qərbi Almaniyaya 3-0 hesabı ilə məğlub olan SSR yığması ikinci yerə çıxıb. Təbii ki, SSR-nin Almanlara məğlub olması bağışlanılmaz idi və buna görə kimlərsə cavab verməli idi. Moskvaya qayıdandan sonra Banişevski və bir neçə futbolçu cəzalandırılıb. Onları bütün fəxri adlardan məhrum ediblər. Bu hadisə Banişevskiyə çox pis təsir edib və futboldan uzaqlaşıb. Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə sadiq olduğu klub Neftçi ilə başlayıb. 1984-cü ildə xanımı İnna ilə Afrikaya, Burkina Fasoya yola düşüblər. Qısa zamanda dillərini bilməyə oyuncularla dil tapıb, yaxşı komanda formalaşdırmağa nail olub. Ancaq həmin ölkədə baş verən siyasi proseslər üzündən Afrikanı erkən tərk etməli olub. Onun gözünün qarşısında ölkə prezidentinin başını kəsiblər. Bu hadisə onun sağlamlığına ciddi təsir edib. Banişevski şəkər xəstəliyinə məhz qara qitədə tutulub. 1988-ci ildə xəstəlik daha da kəskinləşən Banişevskinin dişləri belə tökülmüşdü. 1996-cı ildə onun şöhrət ordeni ilə təltif edilməsi barədə fərman imzalanıb. Anatoliy Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. İkinci fəxri xiyabanda dəfn olunub. Banişevski UEFA-nın versiyasına görə 2004-cü il Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib. 2 fevral 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Anatoliy Banişevskinin yaşadığı evinin qarşısına xatirə lövhəsi vurulub.